Ediva Star, yəni Uğur Böcəyi Ulduzları bağçasının açılış mərasimidir. Ediva Star uşaq bağçasının açılışını etdik. Bu mənim uşaqlıq xəyalım idi və artıq ki gerçəkləşdirdik. Bütün uşaqların yolunu gözləyirik. Bağçamız Rus, Azərbaycan, İngilis dilində fəaliyyət göstərəcək. Yeni texnika ilə təchiz olunub. Ümid edirəm ki, bütün valideynləri, uşaqlarımızı hamısını qayn edərik, hamının sevgilisine çevirilərik. Biz bugün açılışda iştirak etdik. Bağçada istər genişliyi olsun, istər uşaqlar üçün hər şey düşünülüb. Rus dili, İngilis dili, yəni uşaqların qidası falan hər şeylə maraqlandıq və bir valideyn üçün lazım olan hər bir şey burada, yəni mənim şəxsən bir valideyn olaraq mənim çox xoşuma gəldi. İnşallah bundan sonra da uşağımız bura gəlib gedəcək. Yəni bizim üçün hər şey çox gözəldir. İnşallah uğurlu olar və belə də davam eləyər. Yaxın ərazidən keçəndə bağçanın açılışını gördüm. Uşaqlarımla birlikdə yaxınlaşdım. Əslində bura bir bina olaraq yox, uşaqlarımızın gündəlik həyat tərzi üçün nəzərdə tutulmuş, möhtəşəm bir yerdə desəm daha az olmuş olar. Yəni mənə həddindən artıq xoş oldu. Uşağımın bura bağçaya nəzərdə tuturam. Yaxınımda, qohumlarımda bura kim yaxındırsa, uşaqlarını bura yönləndirməyi təklif edəcəm.